Bozağanı məktəbinə yaxın 12 sot torpağın içində 2 mərtəbəli evimiz satışa çıxdı. Keçək evimizin içərisini göstərməyə. Bu evimizin qarajıdır. Evin qarajıdır bu. Bura evimizin koridoru. Bu da ikinci mərtəbəyə baxmaq üçün daxildən də, çöldən də pilləkəni var. Burada sanitar qovşağıdır. Keçirik evimizin. Bura evimizin zalıdır. Birinci mərtəbədə böyük, geniş zalı var. İndi qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbə. Bura koridordur. Sağda bir otağımız var. Evimiz düzdür, köhnə tikili olmağına baxmayaraq çox səliqəlidir. Burada da bir otağımız var, qapısı bağlıdır. İndi içərisini göstərə bilmirik. İndi keçək o bir otaqlarımıza. Bu da evimizin bir otağı. Evimizin təmirə ehtiyacı var. Burada evimizin zalıdır. İkinci mərtəbədə olan zalıdır. Evimiz obşi 4 otaq, bir zaldan ibarətdir, ikinci mərtəbə. İndi keçək sizə bağı göstərməyə. Bura evimizin əl damısıdır. Belə geniş əl damısı var. Bağa çıxışımız buradandır, Allah'ım. Sizə bağı göstərəcəm. Bu da evimizin bağıdır. Obşi evimiz 12 sot torpağın içində yerləşir. Evli zadı 12 sotdur.